Salam dəyərli izləyicilər, mən Sara müəllim. Bu gün sizlərə biologiyadan test toplusu birinci hissədən olan veqetativ orqanlar mövzusunun testlərini izah edəcəm. 2025-ci ilin nəşri olan test toplusudur. Gövdə yarpaq bitkinin havadan qidalanması. Birinci sual: yarpaqları torvari damarlanmış bitkiləri müəyyən edin. Ümumiyyətlə torvari damarlanma ikiləpəli bitkilərdə var idi, lakin ikiləpəli bitkilərdən bağa yarpağı bitkisi var ki, istisna haldır. İkiləpəli olmasına baxmayaraq damarlanması qövsvaridir. A variantında verilən bitkilərin hər biri birləpəli olduğuna görə torvari damarlanma olmayacaq. B-də buğdanı çıxıram, C-dən qarğıdalı çovdarı, D variantından bağa yarpağını çıxıram, baxmayaraq ki, ikiləpəli bitkidir. Qalır bizdə Y variantı. Bir də yadınızda saxlayın ki, birləpəli bitkilərdən də qarğagözü bitkisi istisna hal təşkil edirdi ki, birləpəli olmasına baxmayaraq damarlanması torvaridir. Yarpaqları paralel və ya qövsvari damarlanmış bitki. Burada da biz birləpəli bitkiləri götürəcəyik. Bu da olacaq A variantında. Baxın, bağa yarpağı ikiləpəli bitkidir, amma biz qövsvari damarlanmaya aid edəcəyik. Yarpaqları sadə olan bitki, sadə yarpaq qovaq bitkisindədir. Məsələn, sarı akasiyada cüt lələk var idi, çiyələkdə üçər, it burnuda lələk var yarpaqdır, at şabalıdında isə barmaqvari mürəkkəb yarpaqdır. Zoğ adlandırmaq olar. Təbii ki, üzərində yarpaq və tumurcuq olan gövdəni. Əzbər bir sualdır. Gövdənin yarpaqla birləşən hissəsi buğum adlanır. Buğum nədir? Məsələn, bu gövdədir. Burada buğumlar var. Bu buğumlarda yarpaq birləşir. Bəzi bitkilər var ki, yarpağı növbəli düzülüşlüdür. O zaman həmin bitkidə bir buğuma bir yarpaq birləşir. Məsəl üçün, toz ağacı bitkisi. Günə baxan cökə bu şəkildə yarpağı növbəli düzülür. Elə bitki var, qarşı-qarşıya düzülür. O zaman bir buğuma 2 yarpaq birləşir və yaxud da topa düzülüş var. Topa düzülüşdə də minimum bir buğumda 3 dənə yarpaq olmuş olur. Oduncaq və qabığın yeni hüceyrələrini kambi qatı əmələ gətirir. İllik halqanın əmələ gəlməsini təmin edir. Yenə kambinin bölünməsi nəticəsində illik halqalar əmələ gəlir. Adətən yarpaqla çoxalır beqoniya. Məsələn, limon bitkisində misal göstərə bilərik. 9-cu sual: gövdənin eninə böyüməsini təmin edən törədici toxuma gövdənin hansı hissəsində yerləşir? Qabıqla oduncaq arasında yerləşəcək. Təbii ki, bu da kambi qatıdır ki, gövdənin böyüməsini təmin edir. Qabıqla oduncaq arasında yerləşir. Həm qabığın hüceyrələrini yenir, həm də oduncağın. Ələyə bənzər boruların yerinə yetirdiyi əsas funksiya, dedik ki, ələyə bənzər borular üzvü maddələrin daşınmasına xidmət edir. Hansı istiqamətdə? Yuxarıdan aşağıya doğru üzvü maddələrin daşınması. Amma ksilema borular isə bitkidə qeyri-üzvü maddələri, mineral maddələri, suyu kökdən alır, gövdə və yarpaqları, yəni aşağıdan yuxarıya doğru. 11-ci sualda oduncaq borucuqları, yenə də borucuqlar qeyri-üzvü maddələri kökdən yarpağa və gövdəyə doğru ötürür, yəni aşağıdan yuxarıya istiqamətdə olacaq. Bu da olacaq su və mineral maddələrin ötürülməsi. Toplamaq yox, ötürmək. Kambi qatının hüceyrələri. Kambi qatının hüceyrələri təbii ki, yeni hüceyrələrin əmələ gəlməsinə iştirak edir. Oduncaq və qabığın yeni hüceyrələrini əmələ gətirir. Yarpaqları topa düzülüşü zamanı bir buğumda minimum neçə yarpaq olur? Baxın, bayaq izah etdiyim kimi bir buğumda minimum 3 yarpaq olur. Ümumiyyətlə, topa düzülüşlə bağlı bizə həmişə minimum sayı soruşur. Biz hər zaman 3 götürürük. Çünki ola bilər topa düzülüşdə 4 ola bilər, 5 yarpaq ola bilər, daha çox da ola bilər. Və yaxud da ki, sayını bizə verir məsələlərdə. Vegetativ tumurcuqda bitkinin hansı hissəsinin başlanğıcı ola bilər? Vegetativ tumurcuqda gövdə və yarpaq başlanğıcı olur. Bitkinin yarpaq sahəsi kiçilərsə aşağıdakılardan hansı baş verə bilər? Ümumiyyətlə, yarpaq sahəsi kiçildirsə, məsələn, A-da deyir, qazların mübadiləsiz güclənər, tənəffüs güclənər, B-də verir, güclənmir, əksinə zəifləyir. Suyun buxarlanması güclənər, xeyr, suyun buxarlanması zəifləyir. Çünki suyun buxarlanmasını təmin edir yarpağın üzərindəki ağızcıqlar. Yarpaq sahəsi kiçildikcə ağızcıqların da sayı azaldığına görə suyun buxarlanması zəifləyir. Bu da olur Y variantına uyğun gələcək. Bitkidə yarpaq sahəsinin böyüməsi. Yarpaq sahəsinin böyüməsindən də əksi proses baş verir. Yəni suyun buxarlanması artır. Bizə də transprasiya zəifləyər, xeyr, güclənər. B variantı da aid deyil. C variantında deyir, transprasiya güclənər. Bəli, bu da elə suyun buxarlanması deməkdir. Palıd toz ağacı, günə baxan ağakasiya, noxud bitkilərinin neçəsinin zoğunda yarpaq ayaları ilə yarpaqların sayı bərabərdir. Bu nə deməkdir? Yəni, sadə yarpağa malikdir.
Biz sadə yarpağa palıd, toz ağacı, günəbaxan bu bitkilərdə sadə yarpağa rast gələcəyik. Akasiya və noxud bitkisində lələkvari yarpaqlı mürəkkəbdir. Yalnız üçündə. Yenə bizə soruşur ki, neçəsinin yarpaq ayaları ilə yarpaqların sayı fərqlidir. Yəni mürəkkəb yarpaqdır. Buradan palıdı çıxırıq. Günəbaxanı çıxırıq. Qalır elə 3 dənə atşabaldı, qoz və lobya. Yaşlı palıd ağacının gövdəsində olmur. Gövdəsində təbii ki, dəricik olmur. Çünki bitki yaşlandıqca dəricik hüceyrəsi mantarla əvəz olunur. Cavan zoğda olur dəricik. Yarpağın qapayıcı hüceyrələrində baş vermir. Qapayıcı hüceyrələrində ATF sintezi baş verəcək. Fotosintez baş verəcək, çünki yaşıl rəngdədir. Tənəffüsdə baş verir. Fotolizdə baş verir. Fotoliz nə zaman baş verir? Bu fotosintez prosesi ilə bağlı bir prosesdir. Eyni zamanda ATF sintezdə. Yəni bunlar fotosintezə aid proseslərdir. Meyoz təbii ki, meyoz baş vermir. Meyoz bölünmə bitkinin çiçəyində baş verəcək. Yarpaqlar saplaqsız bitki. Yarpağı saplaqsız bitkiyə burada biz kətan bitkisinə aid edirik ki, biz buna oturaq yarpaqlar deyirik. Oturaq yarpaqlara biz aqavanı, qərənfili, aloeni, kətan bitkisini misal göstərə bilərik. Gövdənin qabıq qatında aşağıdakı toxumalardan hansı heç bir vaxt olmur? Qabıq qatında olmayacaq. Təbii ki, birləşdirici toxuma olmur. Ümumiyyətlə, söhbət bitkidən gedir. Çiyələyin gövdəsi sürünəndir. Kəsilmiş ağacın zəif görünən illik halqaları hər tərəfdən eyni qalınlıqdadır. Bu ağacın harada böyüməsi ən çox ehtimal olunur. Əgər hər iki tərəfdə eyni qalınlıqdadırsa, deməli bu bitki ekvatorial qurşaqda yerləşir. Ümumiyyətlə bitkinin illik artım halqaları bəzən bir tərəfdə nazik, bir tərəfdə qalın olur. Qalın olduğu tərəf biz deyəcək ki, bu tərəfdə iqlim yaxşı olmuşdur. Yəni isti, daha günəşli, daha isti şərait olduğuna görə o hissədə halqalar qalın olur. Amma ekvatorial qurşaqdadırsa, hər iki tərəf eyni şərait olduğuna görə biz hər iki hissəsində də yəni ekvatorial qurşağa götürəcəyik ki, o zaman hər iki tərəfdə eyni qalınlıqda olacaq. Hansı yarpaqlar işıq şüalarını tutmaq üçün daha yaxşı uyğunlaşmışdır? Damarlanma ilə əlaqəsi yoxdur. Daha çox su buxarlandıran deməyəcək. Çünki bizə işıq şüalarını deyir. Saplağı olmayan, saplağı olanlar. Çünki bitkinin saplağının əsas funksiyasından biri də dedik ki, saplaq dayaq funksiyasını yerinə yetirir və bitkinin işığa çıxmasını təmin edir. Yarpaqları qarşı-qarşıya düzülmüş bitkinin iki qonşu buğumunda neçə qoltuq tumurcuğu müşahidə etmək olar? Baxın uşaqlar, bir var buğum, bir də var qoltuq tumurcuğu. Qoltuq tumurcuğu həmişə yarpağın sayına bərabər olur. Buradan mən belə yarpaq çəkdim. Bu qarşı-qarşıya düzülmüş yarpaqları bitkidir. Görürsüz, 2 dənə buğum var. 2 qonşu buğumda neçə dənə yarpaq var? 4 dənə yarpaq var. Və bu 4 yarpağın da hər birinin öz qoltuq tumurcuğu olacaq. Ona görə biz burada 4 götürürük. Bəzən səhvən 2 yazırlar, amma 4, yəni yarpağın sayı qədər olacaq. İsti günlərdə bitkilərin yaxınlığında sərinlik hiss edilməsinin səbəbi nədir? Sərinlik hiss edilməsinin səbəbi sadəcə, yəni orada kölgənin yaranması deyil, eyni zamanda bitkinin yarpaqlarından yəni suyun buxarlandırılmasıdır. Buna da biz transpirasiyanı misal göstərə bilərik. 30 illik cöhkə ağacının oduncağının en kəsiyindən 29 yaşa uyğun gələn illik halqa yerləşir. Uşaqlar, mən burada sizə belə izah eləmək istəyirəm. Ümumiyyətlə, sizə bitki verəndə bitkinin yaşını verir və yəni halqaların sayını verir. İndi bizə deyir ki, 30 illik cökə ağacıdır, 29 yaşa uyğun. İndi biz burada ya kombidən baxmalıyıq, ya özəkdən baxmalıyıq. Bizdən ya kombidən neçənci qat soruşa bilər, ya da özəkdən. Adı deyir kombinin altındakı 1-ci qatda. Xeyr, kombinin altındakı 1-ci qatda olmayacaq. Biz nə edirik? Verilən ədədi. Yəni bitkinin yaşından verilmiş ədədi çıxıb üzərinə 1 əlavə edəcəyik. Kombidən ola bilərdi, məsələn, 2-ci qatda. 30-dan 29 çıxıb üzərinə 1 əlavə edərdim. Amma özəkdən deyəndə, özəkdən elə verdiyi yaş qədər götürəcək. Özəyin üzərindəki 1-ci qat olmaz, kombinin 30-cu qatı olmaz, kombinin 3-cü qatda olmaz. Özəkdən elə 29-cu qatda yerləşmiş olacaq.
Yəni qısa şəkildə izah edim. Əgər sizə neçə illik cök ağac veribsə, kombidən kombinin altındakı qatdan deyəndə biz verilən yaşı çıxıb üzərinə 1 əlavə edirik. Özəkdən neçənci qatda deyəndə elə verilmiş yaşı da götürəcəyik. Hansı bitkilərdə yarpaq şəkil dəyişməsi yoxdur? Bir də kaktusdadır. Yarpağı tikana çevrilmişdir. 2-də yarpağı bığcığa çevrilib. Yəni ikinci bitki, məsələn, noxud lərgə ola bilər ki, yarpağın uc hissəsindən bığcığa çevrilmişdir. Üçüncüdə də yenə burada da aydın şəkildə görülür ki, yarpaq şəkil dəyişməsi var. Burada da bizdən dördüncü sualda burada çiyələk var. Çiyələyin yarpağı yox, gövdəsi biz dedik çevrilmişdi. Yəni yarpaq şəkil dəyişməsi yoxdur. Ona görə olacaq yalnızca 4. Yəni çiyələyin gövdəsidir. Bığcığa çevrilən yarpağı yox, gövdəsi. Örtül toxumlu bitkilərdə yarpaq ayası hansı hissələri, hüceyrələri xloroplastlarla zəngindir? Hansı hissələrini soruşur? Təbii ki, süngərvari və sütunvari parenxima hüceyrələrində və dərici hüceyrələrində xloroplastlar olacaq. Yəni o hissələrdə fotosintez prosesi gedir. Örtül toxumlu bitkilərin hansı yarpaq ayasının hansı hissələrində fotosintez gedə bilər? Yenə biz dərici, süngərvari və sütunvari parenximdə deyəcəyik. Sonra açılmamış tumurcuğa görə nəyi müəyyən etmək olmaz? Açılmamış tumurcuqsa təpə və ya qoltuq tumurcuğu olmasını müəyyən edə bilərəm. Yəni hansı hissədə yerləşməsinə görə generativ və ya vegetativ tumurcuq olduğunu, generativ və vegetativ tumurcuq olduğunu, vegetativ tumurcuq uzunsov formada olur. Xarici görünüşünə görə baxanda biz seçə bilirik. Generativdir yoxsa vegetativdir. Zoğ üzərində düzülüş qaydasında bəli biz müəyyən edə bilərik. Sonra çiçəklərin tək yaxud qrup şəklində olacağını, bəli, bunu biz müəyyən edə bilmərik. Yəni söhbət burada generativ tumurcuqdan gedirsə, hələ biz o tumurcuğu xaricdən görürük. Onun çiçəklərin nə cür yerləşəcəyini, artıq o tumurcuq açılıb oradan inkişaf etdikdən sonra çiçək artıq biz onda bilə bilərik. Pulcuqların sayında pulcuqlarda kənardan baxanda görünür. Bitkilərdə yerləşməsinə görə qoltuq, əlavə və təpə tumurcuqları ayırd edilir. Yalnız bir növ tumurcuq ola bilər. Təbii ki, bir növ tumurcuq yalnızca kökdə olacaq. Yəni o da əlavə tumurcuq. Təcrübə üçün eyni sayda yarpaqları olan 3 ətirşah bitkisi götürülmüşdür. Birinci bitkidə yarpaqların hər iki tərəfi yağla yağlanmışdı, bitki yağı ilə. İkinci bitkinin yarpaqlarının yalnız üst səhti, üçüncü bitkinin yalnız alt səhti yağlanıb. Hansı bitkinin yaşamaq şansı daha yüksəkdir? Bizə ətirşah bitkisi verdiyinə görə ümumiyyətlə bizə verə bilər kələm, süsən, Viktoriya, suzanbağılı. Bu bitkilərdən başqa digər bitkilərdə yarpaqda ağızcıqlar alt hissədə yerləşir. Yarpağın alt hissəsində. Amma qalan bitki, yəni o bitkilərdən başqa digər bütün bitkilərdə. İndi ətirşah verdiyinə görə yarpağın alt hissəsində yerləşəcək ağızcıqlar. Əgər mən yarpağın alt hissəsini yağlamışamsa, o zaman ağızcıqları qapamış oluram. O zaman bitkinin yaşama şansı azalır. Mənə soruşur ki, hansı bitkinin yaşama şansı daha çoxdur? Hansındakı yalnız üst səhti yağlanıbsa həmin bitkinin. Birinci bitkinin hər iki tərəfi yağlanıb. Birinci bitki ola bilməz. İkincinin yalnız üst səhti. Bəli, ikinci bitkinin yaşama şansı daha yüksək olacaq. Baxın, suzanbağı bitkisi verib 35-ci sualda təcrübədə 3 dənə bitki. İndi biz bilirik ki, suzanbağı bitkisində yarpağın üst hissəsində yerləşir. Viktoriya və suzanbağında dəriciklər. Əgər mən bitkinin hansı haldakı üst hissəsini yağlamışam, həmin bitkinin yaşama şansı az olacaq. Birinci bitkinin yarpağın hər iki tərəfi, baxaq görək bizdən nəyi soruşur, yaşama şansı daha çoxdur. Hər iki tərəfi yağlanıbsa, üstü də yağlanıb, bu olmayacaq. İkinci bitkinin yalnız üst səhti, təbii ki, üstdə yerləşdiyinə görə bu bitkinin də yaşama şansı itmiş olacaq. Yalnız alt səhti yağlanan bitkinin yaşama şansı daha çox olacaq. Söhbət təbii ki, suzanbağından gedirsə, biz ona görə üçüncü bitkini götürəcəyik. Göstərilən orqanlardan hansı gövdədir? Üzüm bitkisini dayağa bərkidən orqan. Yəni bu gövdənin şəkil dəyişməsidir.
Günəş şüasına eyni dərəcədə məruz qalan dəmir parçası günəş enerjisinin təsirindən qızır, yarpaq isə qızmır. Təbii ki, buna səbəb yarpağın su buxarlandırmasıdır ki, su buxarlanan zaman istilik yəni ayrılır, enerji ayrılır. O zaman bitkini qızmaqdan qoruyur. Su buxarlanmasına biz transpirasiya deyəcəyik. Sutkanın hansı vaxtında bitki yarpaqlarında nişastanın miqdarı minimum olur? Nişastanın miqdarı minimum olur günəş çıxmadan əvvəl. Çünki günəş çıxır, bitki fotosintez edir, orada üzvü maddə sintez olunur. Ən az olur deyəndə də 39-a deyir, daha doğrusu ən az soruşurdu bizdən. Maksimum olur təbii ki, günəş batmamışdan qabaq. Yəni artıq bitki maksimum dərəcədə günəşdən istifadə edib üzvü maddə sintez etmişdir. Gecə yarısı da artıq üzvü maddələr istifadə olunacaq. İndi baxıram 40-cı suala. İnci çiçəyi, buğda, qamış bitkilərində şəkildə göstərilmiş yarpaq damarlanma tipinə və yaxud da tiplərinə rast gəlinmir. İnci çiçəyi, buğda, qamış bitkisi iki ləpəli bitkidir, bir ləpəli bitkilərdir. Bu bitkilərdə torvari damarlamaya təbii ki, rast gəlməyəcək. 4 və 3. Yəni B variantı. Palıd yarpağının şəkildə göstərilən hissəsində hansı toxuma qrupu yoxdur? Əsas toxuma olacaq fotosintez edici toxumadır. Əsas toxuma. Mexaniki toxuma olacaq bitkinin yarpaq damarlarında. Törədici toxuma. Ümumiyyətlə, törədici toxuma bitkinin hansı hissələrində yerləşir? Hansı hissələrdən ki, bitki böyüyür? Yəni, zoğun təpə hissəsində ola bilər, kökün uc hissəsində ola bilər. Bəzi bitkilərdə, məsələn, taxıllarda buğum aralarında ola bilər. Amma yarpaqda olmayacaq. Elə törədici. Örtük toxuması olacaq, dəricik toxuması, ötürücü də olacaq yarpaq damarlarında. Özək şüaları yerləşir. Ümumiyyətlə, özək şüaları, baxın, bu bitkinin özəyidir. Bu da qabıq qatına qədər olan hissədir. Hər bir tərəfə doğru özək şüaları keçir. Yəni, bitkinin özəyində olan qida maddələrini digər tərəf qatları da ötürmüş olacaq. Biz onda deyəcəyik hər yerdə. Yəni, özəkdə, oduncaqda, kambidə, qabıqda. Qovuqlu bitki haqqında verilən fikirlərdən hansı doğrudur? Ümumiyyətlə, qovuqlu bitkinin biz bilirik ki, 2 növ vegetativ orqanı var, kökü yoxdur. Elə kökü olmadığına görə də bu bitkinin yarpağın uç hissəsi şəklini dəyişərək qovuğa çevrilmişdir və bu hissə ilə həşəratlarla qidalanır. Çünki kökü yoxdur, torpaqdan lazım olan maddələri ala bilmədiyinə görə, məsələn, azotu, fosforu ona görə məcburdur ki, kənardan, yəni həşəratlarla qidalanaraq alsın. Mənə deyir, hansı doğrudur? Kök, gövdə və yarpaq deyir, kökü yoxdur dedik. 2 növ vegetativ orqanı var, bəli. Həm avtotrof, həm heterotrof yolla qidalanır, bəli. Gövdəsinin şəklini dəyişir, gövdəsi şəklini dəyişməyib, yarpağı şəklini dəyişdirərək qovuğa çevrilib. Altda deyir, qovuqları ağakasiyan tikanı ilə eyni mənşəlidir. Bəli, nəyə görə? Çünki ağakasiyan tikanı da yarpağın şəkil dəyişməsidir. Qovuqlu bitkinin qovuqcuqları da olacaq 2, 3 və 6. Sonra X-i müəyyən edin. Yəni, həm oduncağa, həm floemaya aid olanları seçməliyik. Bir də deyir, qabığın daxili qatıdır. Xeyr, biz hər ikisinə aid olanı götürməliyik. Kambi hüceyrələrinin bölünməsi nəticəsində yeni hüceyrələr yaranır. Bəli, həm oduncağın, həm floema qatı hissəsində olan hüceyrələr kambinin bölünməsi nəticəsində yaranır. 2-ni götürəcəyik. Buradakı borularla üzvü maddələr hərəkət edir. Floema borusundan hərəkət edir üzvü maddələr. Lifləri var, bəli, hər ikisinin lifləri var. İllik halqaları müşahidə edilir oduncaqda. Olacaq yalnız 2 və 4. Küləksiz və kölgəlik ərazilərdə bitən ağacların yarpaqları bir qayda olaraq iri və enli olur. Bu uyğunlaşma nə ilə əlaqəlidir? Bir də deyir ki, su itkisini azaltmaq. Ümumiyyətlə, bu kölgəlikdə bitən əgər bitkidirsə, bu bitkinin su problemi yoxdur. Su bitkisini azaltmağa uyğunlaşma təbii ki, quraqlıqda yaşayan bitkilərə xasdır və eyni zamanda əgər yarpaq iri və enlidirsə, burada su itkisini azaltmaq yox, əksinə ağaclıqların sayı daha çox olacaq, daha çox su itkisi olacaq. Ona görə bir yanlış fikirdir. İşıqdan daha yaxşı istifadə edə bilmək, bəli, elə bu fikir doğru olacaq ki, kölgəlikdə bitdiyinə görə işıq lazımdır. Oksigen olan ehtiyacı ödəyə bilmək də, yəni yarpaqla elə də, yəni sahəsindən əlaqəli deyil. Ona görə olacaq yalnızca 2. Bitkidən qoparılmış yaşlı bir yarpaq işıqlı və açıq havada saxlanılır. Bir müddətdən sonra bu yarpaqda
fotosintez prosesi dayanacaq. Bunun səbəbi nədir? Təbii ki, mən əgər yarpağı bitkidən qopartmışamsa, o yarpaq artıq bitkidən suyu ala bilməyəcək. Yəni o susuz qaldığı üçün onda fotosintez prosesi dayanmış olacaq. Cədvəldə 4 müxtəlif növ bitkinin yarpaqları müəyyən sahələrində olan ağaclıqların sayı verilib. İndi biz əsas saya baxmamalıyıq. Ağaclığın hansı hissədə olmasına baxacağıq. Yalnız alt dəricikdədir. Bizə yalnız süsən və suzanbağı verib. Ümumiyyətlə biz dedik ki, suzanbağında üstdə yerləşir. Süsən bitkisində də hər iki tərəfində. Hər iki tərəfdə ağaclıqlar olacaq və eyni zamanda kərəm bitkisində aid edilmişdir. Z olacaq, təbii ki, süsən. Baxın, K-da üstdə var, üstdə yoxdur, K olmayacaq. Y-də baxın, üst dəricikdə var, amma alt dəricikdə yoxdur. Təbii ki, bu olacaq suzanbağı. Ona görə biz burada götürəcəyik. Z süsəndir, Y-də suzanbağı. Y, Z olan variant D variantı. Yarpağın daxili quruluşuna aid yanlış mülahizəni müəyyən edin. Adı deyir ki, M hüceyrələrin arasında hava boşluqları var. M baxın, bura süngər toxumasının hüceyrəsidir. Bəli, arasında boşluqlar olur. Yanlış fikir soruşur məndən. K örtük toxumasından təşkil olunub. Bəli, dəricikdir. Baxın, örtük toxumadan təşkil olunub. N ötürücü toxumadan təşkil olunub. Xeyr, N alt dəricik hissəsidir. N-də də örtük toxuması olacaq. C variantı yanlışdır. L xloroplastlarla daha zəngindir. Bəli, L sütunvari toxumadır. Burada xloroplastlar olacaq. K və N eyni növ toxumadan təşkil olunub. Bəli, örtük toxumasından. 3 müxtəlif bitkinin yarpaqlarının zoğ üzərində düzülüş qaydaları verilmişdir. Məlumata əsasən doğru olmayan mülahizəni müəyyən edin. X növbəli, Y qarşı-qarşıya, Z-də topa düzülüş. Gəlin burada göstərək. X-i növbəli dedi. Baxın, növbəli bu şəkildədir. Qarşı-qarşıya bu şəkildədir. Bir buğuma 2 dənə yarpaq birləşir. Topa düzülüşdə də bir buğumda ən azı 3 dənə yarpaq olur. Bu X-dır, bu Y-dir, bu da Z-dir. Mən deyir ki, yarpaq sayı buğum sayından 2 dəfə çoxdur. Y-in, yəni bunun yarpaq sayı bəli 2 dəfə çox olacaq. Bizdə nəyi soruşur? Doğru fikir yoxsa yanlış fikri soruşur? A variantı doğrudur. Deyir ki, Z-də qoltuq tumucuqların sayı hər zaman buğum sayından az olur. Əksinə buğum sayından çox olur. Məsəl üçün Z-də tutaq ki, 2 buğumda görürsünüz 6 dənə yarpaq varsa 6 dənə də qoltuq tumucuğu olacaq. Bizdən yanlışı soruşurdu. Yanlışı soruşduğuna görə elə biz B variantını götürəcəyik. Digərlərdə buğum sayı eyni olarsa ən çox qoltuq tumurcuğu Z-də olacaq. Bəli, buğum sayı eynidirsə 2 buğumda daha çox yarpaq olur. Çünki topa düzülüşdür. Ən az isə X bitkisində bəli. Yarpaq sayı eyni olarsa bu zoğlarda buğum aralarının sayı, ümumiyyətlə uşaqların növbəli düzülüşdə həmişə buğum arasının sayı daha çox olur. Eyni sayda bizə yarpaq verilibsə. Buğum aralarının sayı qoltuq tumucuqların sayına bərabərdir. Buğumların, bəli, buğum sayı qoltuq tumucuq sayına X-da bərabər olacaq. Verilmiş mülahisələrdən hansı səhvdir? Bütün gövdələr torpağın üst səthində yerləşir. Elə bu fikir səhvdir. Çünki yeraltı gövdə, məsəl üçün gövdə yumrusu var, soğanaq var. Yəni gövdənin yeraltı şəkildəşmələrinə biz rast gəlirik ki, kökümsovlu bitkilərdə o zaman biz deyəcəyik ki, yəni yalnız torpağın üst səthində deyil, altında yerləşir. Məsəl üçün kartof bitkisində misal göstərə bilərik. Su oduncaq boruları ilə hərəkət edir, bəli. Doğru fikirdə aşağıdan yuxarıya doğru kök yumruları əlavə və yan köklərin yoğunlaşması nəticəsində yaranır, düzdür. Otlar birilik, ikilik, çoxillik ola bilər, bəli. Ərəyə bənzər borular gövdənin qabıq altında yerləşir, bəli. Yarpaqdan suyun buxarlanması zamanı göstərilənlərdən hansı baş vermir? Bitkini həddən artıq qızmaqdan qoruyur, bəli, qoruyur. Enerji toplanır, xeyr, bayaq da dedim, enerji ayrılır. Yarpaqlar soyur, bəli. Su borucuqlarla hərəkət edir, bəli. Mineral maddələr borucuqlarla hərəkət edir, bəli. Yarpaqda buxarlanma zamanı su molekulunun hərəkət ardıcıllığını göstərin.
Burada ağızcıqlarda yarpağın lətli hissələri sonra yarpaq borucuğuna qayıdıb, əksinə geri qayıdıb. Yarpaq borucuğu, yarpağın lətli hissəsinin hüceyrələri sonra ağızcıqlar vasitəsilə də xaric olunur. Olacaq B variantı. Yarpaqların topa düzülüşə malik olan bitkinin zoğunda cəmi 3 yarpaq varsa, bu hissədə minimum neçə buğum arası var? Buğum arası deyəndə, məsələn uşaqlar, bunlar buğumlardır. Bu iki buğum arasında qalan hissə buğum arası adlanır. İndi yarpaq topa düzülüşə malikdir. 3 dənə yarpaq varsa, təbii ki, bir dənə buğum var ki, burada 3 dənə yarpaq olub. Ona görə 0 dənə buğum arası olacaq. Buğum sayı sorsaydı 1 götürərdik. 10 ədəd buğum araları olan gicitgən budağı üzərində ən çox neçə qoltuq tumurcuğu olar? Biz indi burada yarpaq sayını tapmalıyıq. Biz bilirik ki, gicitgən bitkisində yarpaqlar qarşı-qarşıya düzülüb. 10 dənə buğum arası varsa, n plus 1 qədər də buğum var. Yəni 11 dənə buğum var. 11 buğum varsa, qarşı-qarşıya düzülübsə, 11-i də vururam 2-yə. 22 dənə yarpaq varsa, 22 dənə də qoltuq tumurcuğu olacaq. Gecikən buğumu budağının bir hissəsində 12 qoltuq tumurcuğu var. Ən az neçə buğum arası var? 12 qoltuq tumurcuğu varsa, bilirəm ki, qarşı-qarşıya düzülüb. 12-ni bölürəm 2-yə. Oldu 6 dənə yarpaq. 6 yarpaq varsa, daha doğrusu 6 buğum. 6 dənə buğum. 6 dənə buğum varsa, buğum arasını soruşur. Buğum arası en çıxaq 1 düsturundan tapılır. Olacaq 6 çıxaq 1, yəni 5 dənə buğum arası olacaq. 56-cı suala baxırıq. Qaranlıqda saxlanmış bitkinin müəyyən bir yarpaq sahəsində 200 dənə süngər, 300 dənə üstünvari toxuma hüceyrələri, 60 ağızcıq varsa, işıqda həmin sahədə neçə hüceyrədə xlorofil əmələ gələ bilər? Bizdən uşaqlar hüceyrə sayını soruşur. Ona görə mənə ağızcıq verib, ağızcığın hüceyrələrini tapmalıyam. Həmişə ağızcıq sayını 2-yə vurmalıyıq. Çünki ağızcıq, bir dənə ağızcıq 2 dənə bu şəkildə qapayıcı hüceyrədən təşkil olunur. 60 ağızcıq varsa, 120 dənə qapayıcı hüceyrə var. Üstə gəlirəm 200-ü, üstünə də gəlirəm 300-ü. Bunlar da hər biri fotosintez edir, yəni xlorofil olur. Bunlar da toplayanda edəcək 620. Qaranlıqda saxlanmış bitkinin müəyyən yarpaq sahəsində bu qədər üstünvari, süngərvari toxuma bizə verib, sayıları qədər də xlorofil əmələ gələcək. Yəni həmin qədər hüceyrədə sadəcə biz ağızcıq sayını 2-yə vururuq. 150, üstünə gəlirəm 200, üstünə gəlirəm 50-ni vururam 2-yə. 50 vur 2, bu da edəcək 250, 450. Yəni hüceyrə ilə bağlı, xlorofil edən hüceyrələrlə bağlı sualı biz bu şəkildə yazırıq. Eyni sayda götürülmüş itburnu bir yarpağında 5 aya olarsa, çiyələk və lobya yarpaqlarında ayaların sayı 66 olarsa, bu yarpaqların ümumi sayını müəyyən edin. İndi bizə biz bilirik ki, itburnu bitkisində tək lələkvari yarpaqdır. Tək lələkvari yarpaq neçə yarpaqdan ibarətdir, onu bizə vermir, amma testdə soruşanda bizə şərtdə verir. Deyir ki, 5 aya var, yəni 5 dənə yarpaq var. Bu zaman biz necə, daha doğrusu yarpaq ayasını soruşur. Çiyələk və lobyada da biz bilirik ki, 3-ər yarpaqdır. İndi mən yarpaqları soruşuram. Yəni 3-ər olduğuna görə bir yarpaqda 3 dənə yarpaq ayası olacaq. Yazıram 5x, üstə gəl 3x, çiyələyi üstə gəl, lobyanı 3x bərabər edirəm 66-ya. 11x bərabərdir 66, x bərabərdir 6. Hər biri 6 dənə yarpaqdan ibarətdir. Çünki mən deyir, eyni sayda götürülmüş. 6 itburnu, 6 çiyələk, 6 lobya. Bunu da vururam 3-ə, olacaq 18. Olur cavabım 18. 59-cu sual. Yarpaq dəricinin müəyyən hissəsindəki hüceyrələrin sayı. Baxın uşaqlar, ağızcıq sayı 30 dənədirsə, deməli burada 60 dənə hüceyrə var. Çünki biz bilirik ki, bir ağızcıq 2 dənə qapayıcı hüceyrədən ibarətdir. Aha, bu 60 olacaq. Üstünə də gəlirəm 440-ı. Ümumi hüceyrələrin sayını soruşduğuna görə elə biz buradan ümumi şəkildə yazsaq, 60 ilə 440, 500. A-mız 500-dür. C-yə baxırıq. Ümumilikdə 720 hüceyrə var. Ağızcıq 60 dənədir. Mən indi burada C ilə bir yerdə toplamışam ki, şəffaf hüceyrələrlə 720 olub.
Deməli 60 dənə ağızcıq varsa, 120 dənə hüceyrə var. Demək nə qədər imiş ki, C 120 ilə toplamışam 720 elib, deməli C 600 imiş. İndi B-yə baxıram, 640 dənə ümumi hüceyrədir, 540. 640-dan 540 çıxıram, buradan qalan hüceyrələri tapıram, yəni ağızcıqda olan hüceyrələri. 640-dan çıxıram 540, eləyəcək 100. 100 dənə nə var? Qapayıcı hüceyrə var. İndi burada B ağızcıq sayıdır. Ağızcıq sayını tapanda isə qapayıcı hüceyrənin sayını 2-yə böldürürük. Çünki bir ağızcıq 2 dənə qapayıcı hüceyrədən ibarətdir. Bu da olur 50. Bunların hər birini toplayanda da 500 ilə 600, 1100, üstünə də 50 gəlirəm, olacaq cəmi 1150. 60-cı sual, uyğunluğu müəyyən edin. Baxın, bu barmaqvari mürəkkəb yarpaqdır. 1-ə olacaq A, 1-ə A. Cüt lələk var idi, 3-ə aiddir. Baxın, cüt qutarır sonu. C verib sadə yarpaq. Burada ümumiyyətlə sadə yarpaq yoxdur. 3-ər mürəkkəb yarpaq da yoxdur. Tək lələk var idi, 2-yə uyğun gələcək. Uyğunluğu müəyyən edin. Tək lələk var yarpaqdır. Bu 2-yə uyğundur. Cüt lələk var 3-ə aiddir. Barmaq var yoxdur. Sadə yarpaq da yoxdur. 3-ər də Y-yə aiddir. Çiyələyə aid bir yarpaqdır. 62-ci suala baxırıq. Diaqram verib, baxaq görək hansının hansına aiddir. A-da deyir yarpaqlarda yerləşir. Yarpaqda yerləşir, əlavə tumucuq olacaq. Yarpaq başlanğıcına malikdir. Təbii ki, hər ikisi yarpaq başlanğıcına malikdir. Kökdə yerləşir. Kökdə yerləşən yalnızca əlavə tumucuq olacaq. Zoğda yerləşir. Hər ikisi zoğda yerləşəcək. Növbəli düzülüşə malik ola bilər. Növbəli düzülüşə malik ola bilər qoltuq tumucuğu. Çünki, məsəl üçün, bu yarpaqdır. Növbəli düzülüşdədirsə, hər birinin qoltuğunda bir dənə tumucuq varsa, bu da olacaq növbəli düzülüş. Sonra 63-cü sualda yenə əlavə tumucuq. Buğum arasında rast gəlinir. Bəli, buğum arasında əlavə tumucuğa rast gəlinir. Yarpaqda da rast gəlinir. Əlavə tumucuğa təpə tumucuğu zoğun təpə hissəsində yerləşir. Yalnızca C aid olacaq. Yarpaq qoltuğunda yerləşir. Adından məlumdur, qoltuq tumucuğu. Yarpaqla ondan yuxarıda olan buğum arasında yaranan bucaqda yerləşir. Bucaqda yəni bu hissəni soruşur. Baxın, buğum arasıdır. Burada yerləşirsə, bu da olacaq qoltuq tumucuğu. Sonra 64-cü sual, ağac gövdəsinin şəklini verib. A variantında deyir, əsasən ehtiyat toplayıcı toxumadan təşkil olunmuşdur. Təbii ki, bu özək qatıdır. 3-ə aid olacaq. Ələyə bənzər borulara rast gəlinir. Ələyə bənzər borulara biz dedik qabıq qatının hissələrində olacaq. Bu 1-ə uyğun olacaq. Tez-tez mitoz bölünmə baş verir. Mitoz bölünmə bu hissədə baş verəcək. Kambi hüceyrəsinin bölünməsi sayəsində. Baxın, qabıqla oduncaq arasında yerləşən qatdır. Ona görə C variantı olacaq. Qabığın tərkibində daxildir. Təbii ki, bu ələyə bənzər borular olan hissə və ilik halqaları əmələ gətirir. Baxın, bu oduncaqla qabıq qatı arasında olan qat, yəni kambi qatının bölünməsi sayəsində oduncağın illik halqaları əmələ gəlmiş olacaq. 65-ci sual. Bitki yarpağının işığın təsiri ilə nişastanın əmələ gəlməsini sübut edən təcrübənin mərhələlərinin düzgün ardıcıllığını soruşur. Əvvəlcə biz bitkini müəyyən bir müddət qaranlıqda saxlayırıq. Daha sonra nə edirik? Bitkinin müəyyən bir hissəsini qara kağızla örtürük ki, yəni həmin bitkinin müəyyən bir hissəsi yalnızca görünsün. Çünki biz burada nişastanın əmələ gəlməsini yoxlamaq istəyirik. Müəyyən bir hissə açıq qalmalıdır. Orada fotosintez geçsin. Həmin o bir hissəni açıq saxladıqdan sonra təbii ki, bitkini işıqda saxlamalıyam. Sonra gəlir bitkini 8-10 saat işıqda saxlamaq. Daha sonra biz nə edirik? Qara kağızı çıxardırıq, yarpağı qaynar suya salırıq. Nəyə görə yarpağı qaynar suya salırıq? Yarpaq ölsün bir müddət, yəni və orada spirtin təsirini artırmaq üçün. Daha sonra bitkini, yarpağı spirtə salıram. Spirtə nəyə görə salıram? Xlorofili, yəni xlorofildən təmizləmək üçün ki, bitkinin, axı mən orada yod məhlulu əlavə edəcəm. Mən o yodun rəngini dəyişib, dəyişmədiyini aydın şəkildə görmək üçün bitkini spirtə salmalıyam. Spirtə saldıqdan sonra da nə etməliyəm? Deməli, yarpağı suda yuyuram, üzərinə də yod məhlulu əlavə edirəm.